Ve hörmətli tamaşaçılar, idman reportajımız devam edir. Artıq qalibi müəyyən etmək mümkün olmadığına görə, qalibi müəyyən etmək üçün qaplara 11 metrlik cərimə zərbələri təyin ediləcəkdir. 11 metrlik zərbələrdən sonra, 11 metrlik cərimə zərbəsindən sonra qalib aşkar olunacaqdır. İndi isə siz bugünkü oyuna toplaşmış yüzlərlə, minə yaxın futbol azarkeşini görürsünüz. Onlar futbol meydançasının lab həndəvərində cərimə meydançasının ahadəsində duraraq 11 metrlik cərimə zərbələrin vurulmasını maraqla və həvəslə izləyirlər. Doğrudan da bax görürsünüz ki, nə qədər bugün futbol həvəskarı bugünkü oyunu izləməyə gəlmişdir. Bunların arasında siz indi ekranlarımızda Muxa Kolxozu İdarə Heyətinin sədri Qurbanov yoldaşı görürsünüz. O möhkəm, çox güclü futbol azarkeşidir, futbol həvəskarıdır. Özü də çox gözəl futbol oynamış. İndi də həsədlə və həsrətlə yoldaşlara baxırlar ki, oyunculara ki, və bəlkə də ürəklə belə bir his keçir ki, ah, mən də o meydançada olaydım. Meydançadadır, lakin iş formasında. Siz indi komandaların oyuncularını görürsünüz. Onlar həsrətlə və həsədlə qapıya baxırlar. Qalib kim olacaq? Hər birisi özünün futbol zərbəsinin qapını necə yetirəcəyini, necə yerinə yetirəcəyi haqqında düşünür və həyəcan keçirirlər. Siz indi oyuncuları yaxından görürsünüz. Hər iki komandanın oyuncularını onlar hal-hazırda həyəcanlanırlar. Kim zərbəni necə yerinə yetirəcək? Biz isə çəkilişimizi davam etdiririk. 11 metrlik xəttin üzərində siz futbol topunu görürsünüz. Kim, necə, hansı komanda necə? 7 nömrəli briqadanın oyuncusu 11 metrlik cərimə zərbəsini yerinə yetiriləcək. O hakimin işarəsini görə işarə verir, vurur. 2-1. Gözəl zərbə ilə bu zərbəni gözəl zərbə ilə başa çatdırır öz işini. 7 nömrəli oyuncu Məmmədov 9 nömrəli briqadadan qaçır, vurur düz qaçının üstünə. Düz qaçının üstünə siz 7 nömrəli briqadanın futbolçularının sevincini görürsünüz. Və kiçik bir ehtiyatsızlıq. 2-1 ümumi hesab. Qocayev zərbəni yerinə yetirəcək 7 nömrəli briqadadan o hakimin işarəsini gözləyir. Vurmaq olar, qaçır, vurur, gol! Top qapıdadır, top qapıdan keçir. Qüvvətli zərbə ilə qapının sağ küncünə topu yönəltdi. 11 metrlik zərbələr seriyasından sonra hesab 2-0'dır. 9 nömrəli briqadanın 10 nömrəli futbolçusu Həsanov Vidadi 11 metrlik cərimə zərbəsini yerinə yetirir. Daha doğrusu cərimə zərbəsini yox, 11 metrliklər seriyasını qaçır, vurur, gol, top qapıdan keçir. 2-1. Hər iki komanda 2 dənə 11 metrlik zərbəni yerinə yetirirlər. 2 dənə 11 metrlik zərbədən sonra hesab 2-1'dir. 11 nömrəli oyuncu Ömərov İsmail 7 nömrəli briqadadan cərimə zərbəsi 11 metrlik zərbəni yerinə yetirəcək. Qaçır o. Hakimin işarəsini gözləyərək dayanır. Qaçır, vurmaq olar, vurur. Ünvansız. 2-1. 9 nömrəli briqadanın
11 nömrəli oyuncusu Əliyev Şəmsəddin cərimə zərbəsini yerinə yetirmək üçün topa yaxınlaşır. Gol. O zərbəni müvəffəqiyyətlə yerinə yetirir. Nisbeten biraz yandan çəkək mi oradan? 7 nömrəli bir qadanın 2 nömrəli oyuncusu Abdullayev cərimə zərbəsini yerinə yetirir. Qaçır, vurur, vurmaq olar, gol! Lap top qapı dirəyinə sürtünə qapıya düşür. 3-2. 3-2. Ömərov qapını tutur. Vurmağa isə 9 nömrəli bir qadanın oyuncularından kim yaxınlaşır? Məmmədov. Məmmədov, Elman. Elman yaxınlaşır. O topu düzəldir. Həsənov isə ona göstəriş verir komanda yoldaşı. Məmmədov oyunun baş hakimi topu yerinə qoyur. Məmmədov vurmaq olar, qaçır, vurur. Gol! 3-3. 3-3. Hər iki komandadan bir futbolçu zərbəni dəqiq yerinə yetirə bilməmişlər. Axırıncı zərbələrdən hər şey asılıdır. Kim necə yerinə yetirəcək? Axırda həyəcan və təəssüflər, təbəssümlər, həyəcanlar, oyunun ağırlığı son anda axırıncı futbolçuların üzərinə düşür. Uzun müddət 7 nömrəli bir qadanın 6 nömrəli oyuncusu Şabanov Eynullah topu düzəldir. Qapçı ilə təkbətək mübarizə, qaçır, vurmaq olar, vurur, gol! 4-3 axırıncı zərbəni 9 nömrəli bir qadadan kim yerinə yetirəcək? Hər şey, çox şey ondan asılıdır. Mənim sevimli keçmiş futbolçum Hacı Ömərov Şaban. Şaban mənim 2 addımlığımda dayanıb topu gözləyir. Həyəcanla və narahatçılıqla. Axırıncı zərbə 4-3 7 nömrəli bir qadanın komandası 11 metrliklər seriyasında qabaqdır. Ümumi hesab isə 5-4'dür. Hakim meydana daxil olmuş oyuncuları nisbətən geri çəkir. Qaçır, vurur. Gol! Top qapı dirəyinə deyərək, meydançanı tərk edir. Meydançanı tərk edir. Siz 7 nömrəli bir qadanın futbolçularının sevincini görürsünüz. Küçücük dəqiq olmayan bir zərbə oyunun taleyini həll etdi. 7 nömrəli bir qadanın nazarkeşləri onları salamlayırlar. Düzünü doğrusu qeyd etsək ki, 9 nömrəli bir qadanın oyuncuları əvvəlki oyunda onlardan heç də pis oynamamış və dəfələrlə demək olar ki, son 20 dəqiqəni tam üstünlüklə keçirmişlər. Bir qadanın komandasının soyunma yerindəyik, lakin bunların əvvəlki gözəl oyunu və bugünkü belə gözəl oyun axırda kiçik bir dəqiq olmayan zərbənin nəticəsində üstünlüyü 7 nömrəli bir qadaya verdi. Eybi yoxdur, idman dostluqdur. Muxağın tarixində onların Muxaq idmanında, Muxaq futbolunda öz yeri olub. Onları ekranlarımızda qarışıq formada hər iki doğrudan da görürsünüz, bayaq mən qeyd etdiyim kimi idman dostluqdur, idman mehribançılıqdır, idman səmimiyyətdir, idman birlikdir. Hər iki komandanın oyuncuları azarkeşləri ilə birlikdə oturmuş vəziyyətdə siz indi onları görürsünüz. Bir neçə dəqiqədən sonra isə biz qalibləri mükafatlandırma mərasimini təşkil edib həyata keçirəcəyik. Hətta bugün indi bizi bir o qədər də qınamayın, işıqlama sistemimiz olmadığına görə, nisbətən qaranlığına düşdüyünə görə maskletçi azarkeşlər öz işığı ilə bizim oyuncularımızı işıqlandırırlar. Siz isə bugün ki qalibi təqdim olunacaq prizi görürsünüz. O, Muxaq Kolxozu İdarə Heyətinin sədri Qurbanov İbadullah yoldaşının əlindədir. Onun arxasında isə balaca bir oğlanın necə də
həsədlə həmin kuboka baxdığını görürsünüz. Bəlkə də gələcəkdə o da belə bir kubokun sahibi olacaq. Siz qalib komandanın futbolçularına mükafatı təqdim olanda görürsünüz. Bunlar ayrıca götürülmüş qalib komandaya təqdim olunmadı. Doğrudan da hər iki komanda belə bir mükafata layiq idi. Ona görə də hər iki komandanın oyunçuları eyni vaxtda prizi, kuboku qəbul etdilər. Mənim yanımda isə 9 nömrəli briqadanın kəskin azarkeşləri qeyd edirlər ki, əsl həqiqətdə 9 nömrəli briqadanın futbolçuları kuboka sahib olmalıydilər. Biz bununla da Muxaq stadionundan, Muxaq birinciliyi uğrunda futbol oyunun reportajını başa çatdırırıq. Bugünkü çəkilişi təşkil etmişlər, çəkirdi Novruzov Nizami, verilişi aparırdı Murtiyəli Atayev. Diqqətinizə görə sağ olun, sağlıqla qalın. Növbəti görüşədək.